Yeməklərə dad verən gözəl qoxusu ilə sakitləşdirici təsiri olan nanə, ədviyyat olaraq da istifadə edilir. Rahatlaşdırıcı təsiri mövcuddur. Bir çox sahədə istifadə edilən nanə, alternativ tipdə, parfümeriyada da üstünlük verilən bitki növüdür. Həzmi rahatlaşdırır, mədə bulantısına müsbət təsir göstərir. Bununla yanaşı qəbizlik, şişkinlik kimi həzm problemlərinin müalicəsində olduqca təsirlidir. Antibakterial təsiri olan nanə qış aylarında da xəstəliklər zamanı olduqca çox istifadə edilir. Burun tıxanıqlığına və sinüslərin açılmasında faydalıdır. Təbii antibiotik olan bitkinin faydalarını təqdim edirik. Antibakterialdır, immunitet sistemini gücləndirir, maddələr mübadiləsinin fəaliyyətini tənzimləyir, ağrıkəsici xüsusiyyəti vardır, sakitləşdirir, menstruasiya ağrıları zamanı effektlidir, dərini qidalandırır, parlaq görüntü bəxş edir. Dəriyə faydaları nələrdir? Çay olaraq dəmləndikdən sonra dəri üzərində tonik olaraq istifadə edilir. Yağlı dəriləri təmizləyir, sızanaqlarının yaranmasının qarşısını alır. Dərini canlandırır, parlaqlıq verir. Gözaltı göyərmələrdən xilas edir. Saç diblərinə nanə yağı çəkilərək massaj edildiyi zaman faydalı təsir göstərir. Nanə çayının zərərləri nələrdir? Bu çaydan istifadə edərkən bəzi nüanslara diqqət göstərmək lazımdır. Faydaları çox olsa da bəzi əks təsirləri mövcud ola bilər. Kəskin dadı olduğu üçün çox istifadə edildiyi zamanı boğaza narahatçılıq hissi verə bilər. Böyrək daşı olan şəxslər içərkən ehtiyatlı olmalıdırlar. Reflüks problemindən əziyyət çəkənlərə çox içmək tövsiyə edilmir. Hamilə qadınların istifadə edərkən həkimləri ilə məsləhətləşməkləri tövsiyə edilir. Həddindən çox istifadəsi mədədə yanmağa yol aça bilər. Normadan çox içilərsə ishal yarada bilər. Nanə çayı yuxu gətirirmi? Tərkibində kafein yoxdur. Səhərlər oyanmağa kömək edir. Əzələləri genişləndirici xüsusiyyəti mövcuddur.